Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə növbəti sınavımızın izahını təqdim edirik. Diqqətli olun ki, bu sual tipləri imtahanda da qarşınıza çıxanda rahatlıqla yaza biləsiniz. Müştəri 2 ədəd xalça aldı. Xalçalardan birinin tərəfi 4 metr, 4 metr olan kvadrat formasındadır. Digəri isə eni 3 metr, uzunluğu 6 metr olan düzbucaqlı formasındadır. Kvadrat xalçanın 1 kvadrat metrinin qiyməti 45 manat, düzbucaqlı xalçanın 1 kvadrat metrinin qiyməti isə bundan 8 manat bahadır. Müştəri hər iki xalça üçün ümumilikdə neçə manat pul ödəyər? Baxın, tərəfi 4 metr olan kvadratın 4 vur 4 sahəsi 16-dır. 16 metrin kvadratıdır. Eni 3, uzunluğu 6-dırsa, 3 vurulsun 6 bərabər 18 kvadrat metrdir. Kvadrat xalçanın 1 kvadrat metri 45 manatdır. Deməli 16-nı vuracam 45 manata, bunun məbləğini tapacam. 16 vurulsun 45 manat. Elədir 720 manat. Düzbucaqlı xalçanın 1 kvadrat metrin qiyməti isə bundan 8 manat bahadır. Yəni əvvəlcə 45-dən 8 manat bahanı tapacam. 45 üstəgəl 8 elədir 53 manat və 18 kvadratın hərəsi 53 manatdırsa 18-i vuracam 53-ə. Eləcə 954. Hər iki xalçaya ümumilikdə 720 üstəgəl 954 manat pul verdim. Bu da eləyir 720 üstəgəl 954. Elədir 1674 manata bərabər. C variantı bizim doğru cavabımızdır. İkinci sual. Aysu 2də 1 stəkan portağal şirəsi və 4də 1 stəkan alma şirəsini qarışdırdı. Hazırladığı meyvə şirəsini 6 uşaq arasında bərabər payladı. Hər uşağa neçə stəkan meyvə şirəsi düşdü? Baxın, 2də 1 stəkan, üstəgəl 4də 1 stəkan. Görək nə qədər eləyir. Ortaq ədəd 4, 4-ü 2-yə böldüm 2, 1-ə vurdum 2. 4-ü 4-ə böldüm 1, 1-i 1-ə vurdum 1. Elədir 4də 3 stəkan. İndi 4də 3 stəkanı 6 uşaq arasında bölmək lazımdır. Yəni 4də 3-ü böləcəm 6-ya. 4də 3 bölmə əvəzinə vurma yazıram. 6 tərsinə çevrilir, 6da 1 olur. Bərabərdir 24də 3. Bu da ixtisar gedir, 8də 1 qalır. Yəni doğru cavab A variantıdır. Hər uşağa neçə stəkan meyvə şirəsi düşür? 8də 1 stəkan meyvə şirəsi düşür. Üçüncü sualımız. Ailə aylıq gəlirinin 5-dəki hissəsini ərzağa, 10da 1 hissəsini kommunala xərclərə, 4də 1 hissəsini digər xərclərə sərf etdi. Qalan məbləği isə yığım hesabına köçürdü. Əgər ailənin aylıq yığımı 1500 manatdırsa, ailənin aylıq gəliri neçə manatdır? Baxın, 5də 2-sinin ərzaq mağazasına yazdım 5də 2. Üstəgəl 10da 1-ni kommunala, üstəgəl 4də 1-ni digər xərclərə. Gəlin baxaq görə ümumi hissənin hansı hissəsi bu 3 dənə ərzaq, kommunal və digərə gedir. Yerdə qalanda yığım olacaq. Ortaq ədədimiz 20-dir. 20-ni 5-ə böldüm 4, 4-ü 2-yə vurdum 8, 20-ni 10-a böldüm 2, 2-ni 1-ə vurdum 2, 20-ni 4-ə böldüm 5, 5-i 1-ə vurdum 5. Bərabərdir 20-də 10 neçə edir? 5 edir. Deməli, bunu da ixtisar aparan biraz da rahat olsun. 5-ə böləndə 4 və 3. Deməli, ümumi məbləğin 4də 3 hissəsi bu hissəyə gedir. Yəni ərzağa, kommunala və digər xərclərə. İndi 4də 3-ü gedibsə, nə qədəsi qalıb? 4-dən 3-ü gedibsə, 4-dən 1-i qalır. Və bu birində ailədə aylıq pul yığırlar. Həmin o 4də 1 isə 1500 manatdır. 4də 1 necə tapdım? Bütövi 4də 4-dür. 4də 3-ü istifadə olunursa 4də 1-i qalır və bu 4də 1 1500 manatdır. 4də 1-i 1500 manat olan ədəd tapacam. 1500-ü vuracam 4-ə, böləcəm 1-ə. Bu da eləcək 6000 manata bərabər. Cavab oldu D variantı 6000 manat. Dördüncü sual. Samirin fikrində tutduğu onluq kəsir 3 tam 1000-də 428-dən böyük, 3 tam 100-də 45-dən nədir? Kiçikdir. Samirin fikrində tutduğu ədəd hansı ola bilər? Yadınızda saxlayın, vergüldən sağda eyni sayda ədəd saxlamaqla siz sualın cavabını daha rahat əldə edə bilərsiniz. Bu vergüldən sağda 428-dir. Bu vergüldən sağda 45-dir. Bir dənə də 0 əlavə edirəm, olsun 450. Deməli, 450 ilə 428 arasında hansı ədəd yerləşə bilər? Baxın, 428-dən böyük, 450-dən kiçik ədədlərə baxacağıq. Samirin fikrində tutduğu ədəd hansı ola bilməz deyir. Ola bilməz deyir. Və 429 ola bilər. 28-dən böyükdür, 50-dən kiçikdir. Bu ola bilər. 441 ola bilər. Çünki 28-dən böyükdür, 50-dən kiçikdir. 449 ola bilər. 28-dən böyük, 50-dən kiçikdir.
38 də ola bilər. 28-dən böyük, 50-dən kiçikdir. Amma 450 ola bilməz. Çünki 3400, 3/100.000-də 450 ilə 3 tam ilə %45 eyni ədəd deməkdir. Yəni istənilən qədər 0 yazda bura nə mənası var onların. Ona görə ola bilməz D variantı. Kiçik olmalıdır. 3 tam %45-dən kiçik ədəd 3 tam 1000-də 450 deyil. O ona bərabər ədəddir. Ona görə D bizim cavabımızdır. 5-ci sual. 2 usta birlikdə 60 masa hazırlamaq üçün sifariş aldı. Birinci usta sifarişin 30%-ni, ikinci usta isə qalan hissənin 50%-ni hazırladı. Deməli, birinci usta 60-ın 30%-ni hazırlayır. 60-ın 30%-ni tapıram, edir 18. 60-dan 18 çıxıram. Bərabərdir 60 çıx 18. Neçədir? Elədir 42. Yazdım bura 42. İkinci usta isə qalanının 60-dan 18-i çıxdım, 42-si qaldı. 50%-ni, 42-nin 50%-i, %50-sini tapıram. 42-nin 50%-i bilirsiniz yarısı deməkdir. Bu da elədir 21. İkinci usta da 21-ni hazırladı. Bizə deyir ki, tamamlanmamış sifariş üçün sifarişin neçə faizi təşkil edir? Bax, birinci usta 18-ini görüb. İkinci usta qalanının, yəni 42-nin 50%-ni, yəni 21-ini görüb. İkisi birlikdə 18 üstə gəl 21, 39 dənə iş görüblər. 39 masa hazırlayıblar. 60-dan 39-u hazırlanmışsa, təbii ki, 21-i yerdə qalacaq. Bunu 42-nin yarısı gedib, yarısı qalıb da deyə bilərdiniz. İndi 21, 60-ın neçə faizdir? Bütöv masa 60-dır, 100%. 21 isə x faizdir. Çarpaz vuracağım. X bərabərdir 2100 bölünsün 60. Neçədir? 35% eləmiş oldu. Doğru cavabımız olur B variantı. 35%-ə bərabər. 6-cı sualımız. Bir məntəqədən eyni zamanda əks istiqamətdə 2 maşın yola düşdü. Maşınlardan birinin sürəti digərinin sürətindən 14 km/saat çoxdur. Maşınlar sürətlərini dəyişmədən hərəkət etməklə 2 saat sonra onlar arasında məsafə 228 oldu. Hər iki maşının sürətlərinin ədəd ortasını tapın. Baxın, biz burada bir məntəqədən eyni zamanda əks istiqamətli sözünü görürük. Birinin sürəti x-dir, biri ondan x üstəgəl 14-dür, çoxdur. Bunları toplayıb 2-yə vursam, eləcə 228, yəni cəmi əks istiqamət olduğuna görə sürətlər toplanmalıdır. Buradan da 2x üstəgəl 14 bərabərdir. 228-i 2-yə bölürəm. 110 neçə eləyir? 4 eləyir. 114. Əslində bu sualı qısa yol kimi 114-ü 2-yə bölə bilərsiniz birbaşa. Ədədi ortanı soruşur da. Çünki mən 114 nəyi tapdım? 2 ədədin cəmini tapdım. Yəni 2 maşının sürəti cəmi 114 eləyir. Mən də ədədi ortanı tapanda nə edəcəm? Sürətləri toplayıb 2-yə böləcəm də. Birbaşa ilə toplanmış versiyanı 2-yə böldüm, cavabı tapdım. Amma yenə də beyniniz qarışmasın deyə bu sualın axıra qədər gedirəm. 2x bərabərdir 114-dən 14-ü çıxıram 100. X bərabərdir 50. Yəni birinin sürəti 50-dir. Biri də 14 vahid çox 64-dür. 50 ilə 64-ü toplayıram. 50 üstəgəl 64. Görürsünüz 114 edir. Baxa bilərsiniz. Və bunu da 2-yə bölürəm. Ədəd ortanı tapıram. 57. Cavab oldu C variantına bərabər. Bu videolar əgər sizə faydalıdırsa, videomuzu bəyənin və paylaşın. Kanalımıza abunə deyilsinizsə, abunə olub bildirişləri açmağı da unutmayın. Rəylərdə də öz ürək sözlərinizi bildirin. Sizin rəyləriniz bizlərə motivasiyadır. Əgər izləyirsinizsə, həqiqətən faydalıdırsa bir rəy bildirib bəyənməyi unutmayın. Avtomobil 96,8 km yolu 8 litr benzinlə, motosiklet isə bu qədər yolu 8 litr benzinlə gedir. Hər iki nəqliyyat vasitəsi 56 litr benzin sərf edərsə, onların qət etdikləri yolları cəmi neçə kilometrdir? İstəsəz 1 litrə nə qədər yol gedir, bunu tapa bilərsiniz. İstəməsəz hər ikisinin birbaşa 56 litrini tapa bilərsiniz. 10 dənə üsul var. Məsələn, 96,8 əgər 8 litrdirsə, bəs 1 litr nə qədərdir? 96,8 böl 8. Elə də 12,1. 1 litrə 12,1 kilometr gedir. Bu da 156,4 kilometri 8 litr istifadə edirsə, 156,4-ü bölürəm 8-ə, edir 19,55. Deməli, 1 litrə bu qədər gedir, bu da bu qədər gedir. Yəni, 1 litrə ikisi birlikdə nə qədər gedər? 12,1. Gəlin elə hərəsini ayrı-ayrı hesablayaq. 1 litrə 12,1-dirsə, 56 litrə 56-dır. Vuracam 56-ya. 1 litrə 19,55-dirsə, 56 litrə vur 56-dır. Qutardı. 12,1 vur 56 eləyir 677,6. 19,55 vurulsun 56. Bu da eləyir 1094,8. Toplayıram bunları 677,6 üstə gəl 1094,8.
İkisinin birlikte cəmi 1772 tam onda 4 elədi. Doğru cavabımız oldu B variantı. 1772 tam onda 4'ə bərabər. B yazanlar düz yazıblar. Variantda diqqətli seçək ki, gözümüzdən nəsə qaçmasın. 8-ci sual. Deməli, hər şeyi gəlin eyni vahidə gətirək və sualın cavabını tapaq. Məsələn, hər şey gəlin saat eləyək və yaxud da dəqiqə eləyək. Bu sizə necə rahatdır. Məsələn, dəqiqə eləyək. 2 saatımız 120 dəqiqədir. Yazdım 120. Altta 5 saatımız 1 saat 60 dəqiqədir. 60'ı 6'ya bölüb 5'ə vururam. 50 dəqiqədir. Bunları toplayacağım. Çıxılsın 40 dəqiqə. Üstə gəl 1 saat 60 dəqiqədir. Üstə gəl 4'də 1. 60'ın da 4'də 1'i. 60'ın 4'də 1'i 15 dəqiqə eləyir. Yazdım bura 15 dəqiqə. Çıxılsın 1800 saniyə. 1800 saniyəni böləcəm 60'a eləyəcək 30 dəqiqə. Yazdım 30 dəqiqə. Bərabərdir. 120 üstə gəlinsin 50. Çıxılsın 40. Üstə gəl 60. Üstə gəl 15. Çıxılsın 30. Nə qədərdir? 175 dəqiqə eləmiş oldu. 175 dəqiqəni də böləcəm 60'a. Eləyəcək 2 saat. 2'ni 60'a vurdum 120. Qalıq oldu 55 dəqiqə. Elədi 2 saat 55 dəqiqə. E variantı bizim doğru cavabımızdır. 9-cu sual. Eni 2 desimetr, uzunluğu enindən 25 cm çox olan düzbucağlının sahəsi. Deməli, bizim bir dənə düzbucağlımız var. Eni 2 desimetrdir, 2 desimetr. Uzunluğu enindən 25% çox. 25% çox nə deməkdir? Eninin 25%'ini tapıb üzərinə gələcəm. 2'nin 25% nə qədər? 25'ə vurdum, 100'ə böldüm. Elə də 0.5. Və çox deyirsə üzərinə gəldim. 2 üstə gəl 0.5, 2.5 edir. Bu da 2.5 desimetrdir. Bunun sahəsi, yəni 2 vurulsun 2.5'in sahəsi, yəni 5 desimetrin kvadratı, həcmi 343 santimetrin kubu olan kubun bir üzünün sahəsinin cəmini tapın. Həcmi 343'dürsə siz bilməlisiniz ki, baxın 7 vur 7 vur 7 343 edir. Yəni hansı ədədin kubu 343 edir? Bunları əzbərləyin ha. 1'dən 10'a qədər ədədlərin kublarını əzbərləyin. 1'dən də 20'yə qədər ədədlərin kvadratını əzbərləyin. Bunlar sizə imtahanda, həndəsə suallarında lazım olacaq. Deməli mən bildim ki, kubu 343 olan ədəd 7'dir. Bizim kubumuzun tili 7'dir. Yəni bir xətti 7'dir. Tili 7'dirsə bunun bir üzünün sahəsi 7 vurulsun 7. Nə olur? 49 nə olur? Santimetrin kvadratı olur. Bu 5 desimetrin kvadratıdır. Bunu santimetr kvadratına çevirəndə 500 santimetrin kvadrat eləyir. Bu da 49. 500'dən çıxıram 49 eləyir. 451 cəmin istəyir üzü üstəyəm toplayıram. 500 üstə gəl 49 bərabərdir. 549 santimetrin kvadratı. C variantı bizim doğru cavabımızdır. Baxırıq 10-cu sualımıza. Hansı çevirmələr doğrudur? 250 metrdə 9 metr, 250'də 9 metr 3.6 santimetrdir. 1 metrimiz 100 santimetrdir. 100'ü böləcəm 250'yə. Alınan cavabı vuracam 9'a. Elə də 3.6 santimetr. 1 doğrudur. 1 olmayanları tez sildim. 2'yə baxıram. Desimetrdən millimetrə çevirirəm. 1 desimetr 100 millimetrdir. Yadınıza saxlayın. 100'ü böləcəm 40'a. Alınan cavabı vuracam 7'yə. 17 onda 5 eləyir. Burada səhv yazıblar. Deməli 2 səhvdir. Doğru olan 3 olacaq o zaman. Baxa, mini böldüm 1 kilometr 1000 metrdir. Mini böldüm 125'ə. Alınan cavabı vurdum 3'ə. Elədi 24 metr. 1-3 E variantı bizim doğru cavabımızdır. 11-ci sual. Yüzlüklərə qədər düzgün yuvarlaqlaşdırmaları seçin. Baxın, yüzlüyə qədər deyirsə, yüzlüyün altına xətt çəkirəm. Sağındakı ədəd artım verirsə, 6500 olacaq. Doğrudur, artım verir. Yüzlüyün altına xətt çəkdim. Bu bunu 3'ə çevirməli idi. 73 olmalıydı. Səhvdir. Deməli, 1 doğrudur, 2 səhvdir. 2 olanları silirəm. 1 olmayanları da silirəm. 3'ə baxacağım. Yüzlüyün sağındakı ədəd artım verməməlidir. Burada verib, səhvdir. 3'də getdi. Cavab qalır B. Yüzlüyün sağındakı ədəd artım vermir. Doğrudur. Yüzlüyün sağındakı ədəd artım vermir. Verib. Həqiqətən 42 olub. Doğrudur. Bu da səhvdir. Onsuz da bunu seçməyəcəkdim. Cavab oldu B. 12. Həcmi 512 olan kubun həcmi 512'dirsə tili neçədir? 8 vur 8 vur 8. Və bunları ona gedirəm ki, əzbərlə, bax, imtahana düşmüş sual tipidir. Sən bunu bilməlisən. Ki, nəyin kubu 512'dir? Deməli, tili bunun 8'dir ki, həcmi 512'dir. Bunun tam səthinin sahəsi 6 vurulsun A-nın kvadratı düstur belədir. 6 vurulsun 8'in kvadratı
8 vur 8, 64, vur 6, 384. Və hündürlüyü, deməli, eni kubun tilinə bərabər. Eni 8 olan, hündürlüyü 16 olan, uzunluğu da hündürlüğünün 75% olan, uzunluğu da 16'nın 75% olan ədədə baxacağım. Bu da eləyir 12. Kuboidin tam səthinin sahəsindən neçə kvadrat santimetr azdır? Kuboidin tam səthinin sahəsi 2 vurulsun 8 vur 16 hazır düsturdur. 8 vur 12 və 16 vurulsun 12'dir. Bərabərdir. 8'i vuracağım 16'ya 128 edəcək. 8'i vuracağım 12'ye edəcək 96. 16'nı vuracağım 12'ye edəcək 192. Toplayıram 192 üstə gəldi 96 üstə gəldi 128. Alınan cavab vururam 2'ye eləyir 832. 832'dən də 384'ü çıxacaq. 832 çıx 384. Elədi 448. Aralarındakı fərqi soruşur. Neçə santimetr azdır? E variantı. 448 santimetrin kvadratı azdır. 13. Ata işə 48 dəqiqəyə çatır. O 8:30-da evdən çıxır. Yolun 8'də 5 hissəsini gedir. Bax yolumuz var. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 hissədən ibarətdir. 8:30-da yola çıxır. 48 dəqiqəlik yolun 8'də 5 hissəsini gedir. 1, 2, 3, 4 və 5. 48'in 8'də 5'i nə qədər edir? 48'i 8'ə bölürəm 6, 5'ə vuram 30 dəqiqə. Ata 30 dəqiqəlik yolu gedir və vacib sənəd unutduğuna görə geri qayıdır. Bu 30 dəqiqəni təzədən geri qayıtdı. 30 dəqiqə irəli, 30 dəqiqə geri. Evdə də 12 dəqiqə vaxt itirir. Və sonra işə yollanır. İşə yollananda birbaşa işə çatmaq nə qədərdir? 48 dəqiqədir. Ata işə saat neçədə çatacaq? Baxın, ata 30 dəqiqə irəli getmişdi. 30 dəqiqə geri qayıtdı. 12 dəqiqə evdə vaxt itirdi. Üstə gəldi 48 dəqiqə birbaşa çıxıb işə getdi. Bərabərdir. 30, 30, 12 və 48. 120 dəqiqə, yəni ata 2 saatdan sonra gedib işə çatacaq. 12-nin üstə 2 saatı gəlirəm, 10 saat 30 dəqiqə eləmiş olur. B variantı bizim cavabımızdır. Baxırıq 14-cü sualımıza. 3 bucağın 1 bucağı düz bucağın 3'də 2'sidir. Düz bucağı 90 dərəcədir. 90'ın 3'də 2 hissəsini tapıram. 90'ı 3'ə böldüm elədi 30, 32'yə vurdum elədi 60. Bir bucağımız 60 dərəcədir. Qeyd elədik bunu. Digər bucaq isə açıq bucağın 3'də 1'idir. Açıq bucağı 180'dir. 180'in 3'də 1 edir 60 dərəcə. Digər bucaq 60 oldu. Avtomatik 3-cü bucağımız da 60 olur. Çünki daxili bucaqların cəmi 180 dərəcədir. 60, 60 və 60 topladım. Hamısının cəmi 180 dərəcədir. Bu üç bucağımız bərabər tərəfli üç bucaqdır və sonuncu 3-cü bucağı da 60 dərəcədir. Cavabımız oldu C variantına bərabər. Baxırıq 15-ci sualımıza. Əvvəlcə 27 %84-dən 0.65-i çıxırıq. Bu eləyir 27 tam %19. Kiçikdir x, kiçikdir bərabərdir 42,3. Yəni 27 qalıq, kiçikdir x, kiçikdir bərabərdir 42 qalıq deməkdir. Bu o deməkdir ki, ən kiçik ədədimiz 28-dir, 27-dən böyük olacaq. Ən böyük də 42-nin özüdür. 42-dən 28-i çıxacağım, 42 çıxılsın 28, edəcək 14-ə bərabər. B variantı bizim doğru cavabımızdır. 16-cı suala baxırıq. A mərkəzli çevrənin diametri C mərkəzli çevrənin radiusundan 3,2 dəfə çoxdur. BY məsafəsi 2 misli 32 olan ədədə bərabərdir. Baxın, BY, mərkəzi B olanın radiusudur və 2 misli 32 olan ədəd neçədir? 32-ni 2-yə bölürəm 16. 2 misli 32 olan ədəd 16-dır. Deməli, BY 16-dır. BY 16-dırsa, avtomatik olaraq AB 8 olur. Niyə? Çünki BY B-nin radiusudur. B-nin bu biri radiusunu çəksən, bu A-nın diametri olur. Yəni, mərkəzi A olan çevrənin diametri mərkəzi B olan çevrənin radiusuna bərabər olur. Buradan aydındır ki, BY 16-dırsa, A-nın diametri də 16 olur avtomatik. A-nın diametri 16-dırsa, A-nın radiusu 8 olur. Deməli, AB 8, BY 16-dır. Bəs YC nə qədərdir? Deməli, BY məsafəsini bildik. Deyir ki, mərkəzi C olan çevrənin radiusunun 3,2 dəfə çoxdur. A mərkəzli çevrənin diametri, yəni A-nın diametri 16-dır da, radiusu 8 isə diametri 16-dır. C-dən 3,2 dəfə çoxdur. Mən 16-nı 3,2-yə bölürəm, eləyir 5 və C-nin radiusu olur 5. İndi bizə deyir ki, AC məsafəsi bu məsafədir. 8, 16 və 5, 29 edir. YC məsafəsi də 5-dir.
cəmi 29 ilə 5-in cəmini istəyir. Bərabərdir 34 nə? Santimetr. Bunu da bizdən millimetrinə istədiyinə görə cavab olur 340 millimetr. E variantı bizim doğru cavabımızdır. Baxırıq 17-ci sualımıza. Bir-birindən 5 vahid fərqlənən 4 ardıcıl ədədin cəmi, rəqəmləri cəmi 6 olan və onluq rəqəm 5 olan ən böyük 3 rəqəmi ədəddir. Deməli, bir-birindən 5 vahid fərqlənir. 4 dənə ardıcıl ədəddir. 1, 2, 3, 4. Biri x-dir. X üstəgəl 5-dir. X üstəgəl 10-dur. X üstəgəl 15-dir. Və bunların cəmi, rəqəm cəmi 6 olan, onluq rəqəm 5 olan, təklik, onluq, yüzlük, onluq rəqəm 5 olan ən böyük 3 rəqəmi ədəddir. Onsuz da rəqəmlər cəmi 6-dırsa, buraya yaza biləcəyim bir dənə 1 rəqəmi qalır ki, rəqəm cəmi 6 olsun. Deməli, bu ədəd 150-dir. Başqa çarəm yoxdur. Deməli, 4 ardıcıl ədədin cəmi 150 imiş. İndi bunları toplayacağım. X elədi 4x, üstəgəl 5, 10, 15 elədi 30, bərabərdir 150. 4x bərabərdir. 150-dən 30-u çıxıram, 120 elədi. X bərabərdir 120-ni böləcəm nəyə? 4-ə. Elədi 30. Deməli, bizə deyir ki, buna əsasən ardıcıl ədədlərdən ən böyüyünün bir vahid artığını tapın. Ən böyüyü 30 üstəgəl 15-dir, bərabərdir 45, bir vahid artığı 46. D bizim cavabımızdır. 18. Verilmiş şəkildə verilmiş 4 eyni düzbucaqlının sahələri cəmi 2592 kvadrat santimetrdir. Düzbucaqlının birinin eni 30% 5.4 olan ədədə bərabərdir. Verilənlərə və şəkilə əsasən bütöv fiqurun perimetrini tapın. Bax, 2592 4 dənə düzbucaqlının sahəsidirsə, birinin sahəsi olur S bərabərdir 648, düzdür. Və enin də verib ki, 30% 5.4 olan ədəd. 30% 5.4 olan ədəd tapmaq üçün 100% x olan ədədi axtaracağım. Yəni 30% 5.4 isə 100% nə qədərdir? X bərabərdir 5.4-ü vuracam 100-ə, böləcəm nəyə? 30-a. Elə də 18. Deməli, düzbucaqlının eni 18-dir. Sahəsi nə qədərdir? 648-dir. 648-i bölürəm 18-ə. Uzunluq olur 36. Qutardı. Fiqurun indi perimetrini tapmalıyam. Eni 18, uzunluğu 36. Bir-bir yazıram. 18, 36. Bu da bütövlükdə 36-dır, amma bunun 18 hissəsi içəridədir axı. Yəni bu düzbucaqlının eni qədər hissəsi içəridədir. Yəni çöldə qalan hissəyə baxıram, bu da 18 olur. Bu hissə də 18-dir. Bu hissə 36-dır. 18, 36, 18, 18, 36 və 18. Ancaq çöldə qalan hissələri hesabladım. Buradan başlayıram. 18, üstəgəl sağa doğru gedirəm. 18, üstəgəl 36, üstəgəl 18, üstəgəl 18, üstəgəl 36, üstəgəl 18, üstəgəl 36, 18, 18, 36, 18 və 36. Elə də 324 santimetr. Doğru cavabımız olur 324 santimetrə bərabər. Müəllim, mən başqa yolla getdim deyirsinizsə, əla. Bir fiqurun perimetrini taparam. 18 ilə 36-nı toplayıb 2-yə vururam. Bir düzbucağımızın perimetrini tapıram. Edir neçə? 108. Və 4 dənə düzbucaqlı olduğuna görə 108-i vururam 4-ə. Vurdum 4-ə. Elə də 432. 432-dən bu ortaq xəttlər var ha. İçəridə görünməyən. Bu xətt, bu xətt və bu xətt. O xəttin hər birini 2 dəfə çıxıram. Çünki həm birinci düzbucaqlının içərisindən yoxa çıxıb, həm də ikinci düzbucaqlının tərəfindən yoxa çıxıb. Ona görə hər bir bu mavi xəttin özü 18-dir. Hərəsini 2 dəfə hesablayıram. Çünki hər düzbucaqlıdan o hissə yoxa çıxıb. Ortaq xətt 2 dənə düzbucaqlının hərəsinin bir hissəsini yoxa çıxarır. Ona görə 18-i mən 6-ya vuracam. 3 dənə xəttdir. Hərəsini 2 dəfə hesablayacağam. 18 vur 6, 108. 432-dən də 108-i çıxıram. 432 çıx, 108. Elə də 324. Cavab oldu A variantı 324-ə bərabər. 19. Ədədin 0.5 hissəsi ədədin özündən 33 vahid kiçikdir. Deməli, ədədin özü x-dir. 0.5 hissəsi də 0.5 x-dir. 33 vahid bura kiçikdirsə, azın üzərinə 33 gəlib çoxa bərabər edirəm. Yəni, bu cümlədən anlamalısan ki, ədədin yarısı 33-dür əslində. Ədədə 66 tapmalısan. Amma tənlik qurmaq istəyirsənsə göstərirəm. Buradan da x çıxılsın 0.5x bərabərdir 33. 0.5x bərabərdir 33-ə. X olur 33-ü 0.5-ə bölündə 66. Bu ədədin 7 mislinin 66-nın 7 misli olur 462.
Rəqəm cəmi 4, 6 və 2. 4, 6 və 2-ni də rəqəm cəmi edir 12. Rəqəm cəmini tapın B variantı. 20. 2 zər atıldıqda düşən xalların cəminin 12 olması hadisəsinin ehtimalını tapın. 2 zər atılanda məxrəcə 36 yazılır. Cəmi 12 olmaq üçün 6 və 6 düşməlidir. Başqa versiya yoxdur. 7 və 5 yoxdur, çünki 7 yazılan üz yoxdur. Ancaq bir versiya var, 6, 6. Yəni qoşu atmalısınız. Bu da edir 36-da 1, yəni bir versiya. Cavabımız olur E variantı 36-da 1-ə bərabər. Belə əjdahalarımız videonun rəy bölməsindən öz ürək sözlərinizi yazmağı unutmayın. Videonu bəyənin, paylaşın və kanalımıza abunə deyilsinizsə, abunə olub bildirişləri açmağı unutmayın. Əgər video sizə faydalıdırsa, yararlıdırsa bu videonu ətrafınızda miqdari imtahan hazırlaşan yoldaşlarınızla bölüşə bilərsiniz. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələlik.